Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz millətim. Bu günləri hal-hazırda dünya gündəmini zəbt etmiş bir hadisə var. Bilirsiniz ki, bu günləri İran prezidenti Məsud Pezeşkiyan Azərbaycana səfər edib və çox yüksək səviyyədə görüşlər olub. Cənab İlham Əliyevlə mən onların o mətbuat konferansına da baxdım. O görüşdən sonra inanın ki, o qədər xoş təsir bağışladı mən, hətta kövrəldim biraz da. Biz, yəni bu Azərbaycan-İran prezidentlərinin görüşündən çox şey gözləyirik Azərbaycan vətəndaşı olaraq. Bütün sahələrdə, istər iqtisadi sahədə, istər siyasi sahədə, istər mədəniyyət sahədə, ümumiyyətlə bütün sahələrdə çox şeylər gözləyirik. Və bu qədər ki, gərginliklər yaşanıb İranla Azərbaycan arasında, burada erməni faktoru var idi. Bilirsiniz ki, İran hakimiyyəti hər zaman Ermənistana dəstək vermişdi. Qarabağ savaşı zamanı, istər 1-ci Qarabağ savaşı zamanı, istər 2-ci Qarabağ savaşı zamanı və beynəlxalq tədbirlərin hamısında İran hər zaman Ermənistana dəstək verib. Azərbaycanı isə heç bir zaman görmək istəməyib. Yəni, açıq-aşkar düşmənçilik siyasəti aparır. Və bu günləri çox gözəl, çox belə ürək açan bir mənzərə ilə şahid olduq. Bugün Pezeşkiyanla İlham Əliyevin görüşüb öpüşməsi, iki türk oğlunun bir araya gəlməsi və bir-birlərinə qardaş demələri biz Azərbaycanın ölkə ictimaiyyəti olaraq bizim qəlbimizi fərəhlə doldurdu. Bayaq dediyim kimi də hətta bir balaca da kövrəldik. Çünki Cənab Prezident İlham Əliyev vurğuladı ki, o danışıqlarında dedi ki, biz qardaşıq, həmçinin də Pezeşkiyan da vurğuladı ki, bizim həm qardaşıq, həm də qohumlarımız var, həm də ailə qohumlarıyıq. Və iki bu türk oğlunun belə bir yüksək səviyyədə görüş keçirməyi iki dövləti üçün mən hesab edirəm çox gözləntilər, gözəl dostluqların və digər bayaq saydığım sahələrdə inkişafı olacaqdır. İndi sosial şəbəkələrdə də mən də qoy buna da bir fikir nəzərinizə çatdırım. Sosial şəbəkələrdə İran mediası, İran ictimai adamları var ki, həmin o gözü götürməyən, o paxıl və hətta xain adamlar var ki, ağzına gələnləri yenə də başlayıblar yazmağa. Hətta İranın mediasından var ki, Pezeşkiyanı təhqir belə edirlər orada. Yəni bu adamların ucbatından Azərbaycan-İran münasibətləri 10 illərdir ki, pozulub. Ona görə də mən hesab edirəm ki, Pezeşkiyan Azərbaycanla bağlı gələcəkdəki siyasətinə çox müdrik, çox ağıllı bir şəkildə davam eləyəcək. Biz bugün İran-Azərbaycan görüşündən çox şad olduq, bir daha təkrar edirəm, çox sevindik. Qoy düşmənlərin bağrı çartlasın, düşmənlərin ürəyi partlasın bu yaxınlaşmadan. Zaten bir milləti Araz çayı ayırıb, yarısını o tərəfdə qoymuşdu, yarısı bu tərəfdə. Hələ Pezeşkiyanın özünün bir neçə dəfə bununla bağlı söylədiyi şeirlərdə də, beytlərdə də bu özünü dəfələrlə əksini tapıb. Hətta həmən bu oxşar beytləri Rəcəb Tayyib Ərdoğan işlətdi bir neçə il öncə və bütün bu beytlərdən, həmən bu beytdən narazı olan İran ictimaiyyəti oldu, dırnaq arası deyirəm. Çünki İran ictimaiyyətində 40 milyona yaxın Azərbaycan türkü var, onlar narahat olmadı. Hansı ki İran-Azərbaycan dostluğuna,
qardaşlığına xələl gətirmək istəyən bəzi qüvvələr var İranın içərisində və İrandan xaricdə. Onlar buna təpki göstərdi. Və biz inanırıq ki, bundan sonra da İran dövləti Azərbaycanın daxilinə dini ekstremizm yaymayacaq. Burada əllərində dindar adı altında Azərbaycanın dövlətçiliyinə hər zaman zərər, ziyan vurmağa hazır olan bir şəbəkələr saxlamayacaq. Agentura işlətməyəcək Azərbaycana qarşı. Şəxsən biz buna inanırıq. Və bu günləri Azərbaycan ölkə ictimaiyyəti olaraq Azərbaycan Prezidenti İlham Əliyevə çox-çox təşəkkürümüzü bildiririk ki, ümumiyyətlə İlham Əliyevin son illərdə xarici siyasəti hər kəsin gözü önündədir. Hansı formada aparır, hansı formada yürüdür. Bu da bizi Azərbaycan ölkə ictimaiyyəti olaraq çox sevindirir və qürur duyur. İlham Əliyevin apardığı siyasət Azərbaycan ölkə ictimaiyyətinin hal-hazırda fərə, qürur mənbəyidir. Biz cənab prezidentimizə eşq olsun deyirik. İndi bizim içimizdə də var. Bayaq deyirəm İranın içərisində var, bizim də içərimizdə var. Bəzi o xəyamal insanlar var, içi çürümüş insanlar var, nifaq salmaq istəyən insanlar var. Azərbaycanın inkişafını, Azərbaycanın yüksəlməsini sevməyən xarici qüvvələr tərəfindən idarə olan şəbəkələr var Azərbaycanın içərisindəki. Onlar təbiidir ki, yenə də bizi sevməyəcəklər və bizim kimi adamlara, bizim dövlətçimizin inkişafına dəstək vermək istəyən insanlara, dövlət başçımızın apardığı siyasətə dəstək verən adamlara ya satqın deyirlər, ya qorxaq deyirlər, bizim adımıza bunu yapışdırırlar. Sanki bizi Azərbaycan prezidenti öyrədir, danışdırır burada. Yəni gör bunlar nə qədər səviyyəsiz düşüncəyə malik adamlardır. Biz dövlətimizi, dövlət rəhbərimizi, hökumətimizi xarici siyasətlə bağlı, daxili siyasətlə bağlı dəstək veririksə, adımıza satqın deyirsinizsə bu işlərimizə görə, onda biz satqınıq. Amma ən azından sizin kimi Azərbaycanın dövlət maraqlarını, Azərbaycan xalqını, Azərbaycana düşmən kəsilmiş bəzi beynəlxalq qurumlar, dövlətlər var ki, onlara satmırıq. Bizim sizdən fərqimiz budur. Əsl satqın sizsiniz. Namusunun şərəfini satmış insanlar bizimlə bağlı heç bir söz söyləməsinlər, bizimlə bağlı qərar verə bilməzlər və bizim videolarımızın altından yazılan yazılar, olunan təhqirlər hamısı onların özlərinə, ailə üzvlərinə geçsin. Çox sağ olun, təşəkkür edirəm. Yaşasın Azərbaycan. İran qardaşlığı, eşq olsun bu millətə.